Salam əziz şagirdlər. Bugün biz sizinlə üçbucaqların konqruentlik əlamətlərini öyrənəcəyik. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Üçbucaqların konqruentliyi, üçbucaqların konqruentliyinin birinci və ikinci əlaməti, bərabəryanlı üçbucağın xassələri, üçbucaqların konqruentliyinin üçüncü əlaməti, tapşırıqlar. Üçbucaqların konqruentliyi. İki üçbucağın konqruent olması üçün bu üçbucaqları üst-üstə qoyduqda onların bütün uyğun elementləri, təpələri, tərəfləri, bucaqları, hündürlükləri, medianları və tənbölənləri üst-üstə düşməlidir. Konqruent üçbucaqlarda konqruent bucaqlar qarşısındakı tərəflər konqruentdir. Məsələn, ASB üçbucağı və DFY üçbucağı konqruentdir və əgər A bucağı D bucağına konqruentdirsə, onda onların qarşısında duran CB və FY tərəfləri də konqruent olacaq. Əgər B bucağı Y bucağına konqruentdirsə, onda uyğun olaraq onların qarşısında duran AC və DF tərəfləri də konqruentdir. Həmçinin C bucağı F bucağına konqruentdirsə, onda uyğun olaraq onların qarşısında duran AB və DY tərəfləri də konqruentdirlər. Bu fikrin tərsi də doğrudur. Konqruent üçbucaqlarda konqruent tərəflər qarşısındakı bucaqlar konqruentdir. Məsələn, əgər CB tərəfi FY tərəfinə konqruentdirsə, onda uyğun olaraq onların qarşısında duran A bucağı da D bucağına konqruent olacaq. Konqruent üçbucaqların yazılışında təpələrin ardıcıllığının xüsusi əhəmiyyəti var. Məsələn, şəkildəki ABC və DYF üçbucaqlarının konqruent olduğu belə yazılır. Üçbucaq ABC konqruentdir üçbucaq DYF-ə. Təpələrin yazılış ardıcıllığında görürük ki, A və D təpələri birinci yerdə durub, onda deyə bilərik ki, bucaq A və bucaq D konqruentdirlər. İkinci yerdə duran B və Y təpələridir, onda burada da deyə bilərik ki, bucaq B, bucaq Y-yə konqruentdir. Üçüncü yerdə duran təpələr isə C və F-dir. Onda burada da deyə bilərik ki, bucaq C, bucaq F-ə konqruentdir. Təpələrin yazılış ardıcıllığına əsasən deyə bilərik ki, BC tərəfi YF tərəfinə konqruentdir. Sonra AC tərəfi DF tərəfinə konqruentdir. Həmçinin AB tərəfi də DY tərəfinə konqruentdir. Üçbucaqların konqruentliyinə aid bir neçə nümunəyə baxaq. Üçbucaqların konqruentliyini konqruentlik işarəsi ilə yazın, məchul tərəfin yaxud bucağın ölçüsünü tapın. Deməli, şərtdə bizə verilib ki, bu iki üçbucaq bir-birinə konqruentdir. Əgər bucaq B, bucaq N-ə, bucaq C, bucaq K-ya konqruentdirsə, deyə bilərik ki, bucaq A-da bucaq M-ə konqruentdir. Çünki konqruent üçbucaqlarda uyğun tərəflər və uyğun bucaqlar konqruent olmalıdırlar. İndi isə gəlin üçbucaqların konqruentliyini konqruentlik işarəsi ilə yazaq. Birinci üçbucağı yazarkən ixtiyari ardıcıllıqla yazacağım. Məsələn, ABC konqruentdir üçbucaq. İndi diqqət eləyək ikinciyə. Göründüyü kimi birinci üçbucağın A təpəsi birinci yerdə durub və A bucağı M bucağına konqruent olduğu üçün ikinci üçbucağı da yazarkən birinci yerdə duran təpə M təpəsi olmalıdır. İkinci yerdə duran B təpəsi B bucağı M bucağına konqruent olduğu üçün ikinci yerdə duran təpə N təpəsi, üçüncü yerdə duran təpə C təpəsidir və C təpəsində olan bucaq K bucağına konqruent olduğu üçün üçüncü yerdə duran təpə K təpəsi olmalıdır. Yəni, üçbucaq ABC konqruentdir üçbucaq MNK-ya. İndi isə gəlin məchul tərəfi və yaxud bucağın ölçüsünü tapaq. Deməli, biz qeyd etdik ki, bucaq C və bucaq K bir-birinə konqruentdirlər. Onda deyə bilərik ki, Y 60 dərəcəyə bərabər olar. Həmçinin BC tərəfinin də uzunluğunu tapmalıyıq.
BS tərəfi NK tərəfinə konqruent olduğu üçün deyə bilərik ki, NK-nın uzunluğu 8-dirsə, BS-nin də uzunluğu 8 olacaq. Keçək B bəndinə. Burada da iki konqruent üçbucaq verilib və göründüyü kimi bucaq V, bucaq Q-ya, bucaq T, bucaq R-ə konqruentdir. Onda burada da deyə bilərik ki, bucaq S konqruent olacaq bucaq P-yə. Gəlin konqruentlik işarəsi ilə yazaq. Yazacağım 3 bucaq S, V, T. Konqruentdir. 3 bucaq uyğun ardıcıllığı yazaq. S bucağı P bucağı ilə konqruent olduğu üçün birinci yazacağım təpə P təpəsi olacaq. V bucağı Q bucağı ilə eyni olduğu üçün onda ikinci yazacağım təpə Q təpəsi olacaq və T bucağı R bucağına konqruent olduğu üçün üçüncü yazacağım təpə R təpəsi olacaq. Yəni, üçbucaq S və T konqruentdir üçbucaq P, Q, R-ə. İndi isə gəlin məchul tərəfi və bucağı tapaq. Deməli, əvvəlcə məchul bucağı tapaq. Göründüyü kimi məchul bucaq V bucağıdır və V bucağı Q bucağına konqruent olduğu üçün deyə bilərik ki, Y bərabərdir 120 dərəcə olar. İndi isə gəlin məchul tərəfi tapaq. Göründüyü kimi məchul tərəf QP tərəfidir. QP. QP tərəfi də SV tərəfinə konqruent olmalıdır. SV tərəfinin uzunluğu 3,5 olduğu üçün deyə bilərik ki, QP tərəfi də 3,5-ə bərabər olar. Üçbucaqların konqruentliyinin birinci və ikinci əlaməti. Üçbucaqların konqruentliyini müəyyən etmək üçün bütün elementlərin konqruentliyini yoxlamaq vacib deyil. Bunun üçün onların bəzi elementlərinin konqruent olması kifayətdir. Üçbucaqların konqruentlik əlamətləri 3 elementinə görə üçbucaqların konqruentliyini müəyyən etməyə imkan verir. Üçbucaqların 3 konqruentlik əlaməti var. Gəlin birinci əlamətlə tanış olaq. Bu TBT, başqa sözlə desək, tərəf, bucaq, tərəf əlamətidir. Burada biz qeyd edirik ki, əgər bir üçbucağın iki tərəfi və onlar arasında qalan bucağı digər üçbucağın uyğun olaraq iki tərəfi və onlar arasında qalan bucağa konqruentdirsə, onda bu üçbucaqlar konqruent olacaqlar. Şəkildəki üçbucaqlardan göründüyü kimi AB tərəfi DY tərəfinə, AC tərəfi isə DF tərəfinə konqruentdir və həmçinin AC tərəfi ilə AB tərəfi arasında qalan A bucağı FD tərəfi ilə DY tərəfi arasında qalan D bucağı da konqruentdir. Onda biz üçbucaqların konqruentliyinin birinci əlaməti, yəni TBT əlamətinə görə deyə bilərik ki, üçbucaq ABC konqruentdir üçbucaq DY-F-ə. İndi isə gəlin üçbucaqların konqruentliyinin ikinci əlaməti ilə tanış olaq. Bu əlamət bucaq, tərəf bucaq, daha qısa desək, BTB əlamətidir. Bu əlamətə əsasən bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağı uyğun olaraq digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağına konqruentdirsə, onda bu üçbucaqlar konqruentdirlər. Məsələn, şəkildəki üçbucaqlara nəzər yetirsək, görərik ki, AB tərəfi DY tərəfinə konqruentdir və bu tərəflərə uyğun bucaqlar, yəni bucaq A, bucaq DY, bucaq B isə bucaq Y-yə konqruentdir. Onda biz üçbucaqların konqruentliyinin BTB, yəni bucaq tərəf bucaq əlamətinə əsasən deyə bilərik ki, üçbucaq ABC konqruentdir üçbucaq DY-F-ə. Üçbucaqların konqruentliyi ilə bağlı bir nümunəyə baxaq. ABC və CDA üçbucaqlarının konqruent olduğuna əsaslandırın. AB bərabərdir 6 cm, bucaq B bərabərdir 60 dərəcə olarsa, CD tərəfini və D bucağını tapın. Şəkildən göründüyü kimi AC tərəfi ABC və CDA üçbucaqlarının ortaq tərəfidir. Onda deməli AC tərəfi AC-yə konqruentdir. Gəlin yazaq. AC konqruentdir AC-yə. Həmçinin göründüyü kimi AD tərəfi də BC tərəfinə konqruentdir. Yazaq. AD konqruentdir BC-yə. Və bucaq A da bucaq C-yə konqruent olduğu üçün yazarıq ki, bucaq A konqruentdir bucaq C-yə.
Biz artıq üçbucaqların konqruentliyinin tərəf, bucaq, tərəf əlamətinə əsasən bilirik ki, bir üçbucağın iki tərəfi və onlar arasında qalan bucaq digər üçbucağın uyğun olaraq iki tərəfi və onlar arasında qalan bucağa bərabərdirsə, biz artıq sizinlə üçbucaqların konqruentliyinin tərəf, bucaq, tərəf əlamətinə əsasən bilirik ki, bir üçbucağın iki tərəfi və onlar arasında qalan bucaq uyğun olaraq digər üçbucağın iki tərəfi və onlar arasında qalan bucağa konqruentdirsə, onda bu üçbucaqlar konqruentdir. Gəlin bunu yazaq. Deməli, üçbucaq ABC konqruent olacaq üçbucaq CDA-ya. Biz burada bu iki üçbucağın konqruent olduğunu əsaslandırdıq. İndi isə gəlin suallara cavab verək. Şərtdə bizə AB tərəfinin uzunluğunun 6 cm, bucaq B-nin isə 60 dərəcə olduğunu vermişdi. Gəlin yazaq. Deməli, AB 6 cm, bucaq B 60 dərəcə və bizdən CD tərəfi ilə D bucağını soruşurdu. Biz artıq öyrəndik ki, konqruent üçbucaqlarda konqruent bucaqlar qarşısında duran tərəflərdə konqruent olmalıdır. Və həmçinin qeyd etdik ki, bucaq A, bucaq C-yə konqruentdir. Onda deməli, bu bucaqların qarşısında duran tərəflərdə konqruent olmalıdır. Yəni, AB tərəfinin uzunluğu 6 cm-dirsə, CD tərəfində uzunluğu 6 cm olmalıdır. Gəlin yazaq. CD bərabərdir 6 cm. İndi isə D bucağını tapaq. Həmçinin konqruent üçbucaqlarda konqruent tərəflər qarşısında duran bucaqlarda konqruent olmalıdır. AC tərəfin qarşısında duran bucaq B əgər 60 dərəcədirsə, onda konqruent olan, yəni AC tərəfin qarşısında duran D bucağı da 60 dərəcə olmalıdır. Onda yazarıq. Bucaq D bərabərdir 60 dərəcə. Bərabər yanlı üçbucağın xassələri. İki tərəfi bərabər olan üçbucaq bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın bərabər tərəfləri yan tərəflər, bu tərəflərə bərabər olmayan üçüncü tərəfi isə onun oturacağı adlanır. Üçbucaqların konqruentliyinin TBT, yəni tərəf, bucaq, tərəf əlamətində istifadə etməklə bərabər yanlı üçbucaqların bəzi xassələrini qeyd etmək olar. Xassə 1. Bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqları konqruentdir. Məsələn, ABC üçbucağında AC tərəfi BC tərəfinə konqruentdirsə, onda deyə bilərik ki, bucaq A, bucaq B-yə konqruentdir. Uşaqlar, şəkildə gördüyümüz ABC üçbucağında AC və BC tərəfləri konqruent olan tərəflər, yəni bərabər tərəflərdir. Onda deyə bilərik ki, bunlar, yəni AC və BC bu üçbucağın yan tərəfləridir. AB isə bu iki tərəfə bərabər olmayan üçüncü tərəfi, yəni üçbucağın oturacağıdır. Bucaq A və bucaq B üçbucağın oturacağı bitişik bucaqları adlanır. Bu xassəni belə əsaslandırmaq olar. Şərtdə bizə verilir. AC tərəfi BC tərəfinə konqruentdir. Üçbucağın ixtiyari bucağının tənböləni çəkmək mümkün olduğundan burada CD tənböləni çəkilir. Tənbölən biz bilirik ki, bucağı iki konqruent bucağa bölür və burada da bucaq ACD konqruentdir, bucaq BCD olacaq. CD parçası ACD və BCD üçbucaqlarının ortaq tərəfidir. Biz bunu şəkil üzərində də görə bilirik. Onda deyə bilərik ki, CD konqruentdir CD-yə. TBT, yəni tərəf, bucaq, tərəf əlamətinə görə deyə bilərik ki, üçbucaq ACD konqruentdir, üçbucaq BCD-yə. Konqruent üçbucaqların uyğun bucaqlarda konqruent olmalıdır, yəni bucaq A konqruentdir bucaq B-yə. Bu xassənin tərsi də doğrudur. Yəni üçbucağın iki bucağı bərabərdirsə, onda bu üçbucaq bərabər yanlı üçbucaqdır. Xassə 2. Bərabər yanlı üçbucaqda oturacağı çəkilmiş median bu üçbucağın həm tənböləni, həm də hündürlüyüdür. Bərabər yanlı üçbucaqda oturacağı çəkilmiş medianın həm də tənbölən olduğunu belə əsaslandırmaq olar. Şərtdə bizə verilir. AC BC-yə konqruentdir və bucaq A bucaq B-yə konqruentdir. AD parçası DB parçasına konqruentdirsə, onda deməli CD parçası ABC üçbucağının medianıdır. Belə bir nəticəyə gəlirik ki, ACD üçbucağı konqruentdir BCD üçbucağına. Biz bunu TBT, yəni tərəf, bucaq, tərəf əlamətinə əsasən dedik.
Və buradan belə bir nəticəyə gəlirik ki, bucaq ASD konqruent olacaq bucaq BSD-yə. Çünki konqruent üçbucaqlarda uyğun bucaqlar konqruentdir. Əziz şagirdlər, bütün bu dediklərimizi şəkil üzərində ümumiləşdirsək, deyə bilərik ki, bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş median, yəni CD parçası ASB bucağını iki konqruent bucağa ayırdı, yəni o həm də tənböləndir. Həmçinin bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş medianın hündürlük olması xassəsinə əsasən deyə bilərik ki, ADS və BDS bucaqlarının hər biri 90 dərəcə olmalıdır. Həmçinin unutmayın ki, bütün bu xassələr yalnız bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş medianın xassəsidir. Yəni biz yan tərəflərə median çəksək, bu xassə ödənməyəcək. Bərabəryanlı üçbucağın xassələrindən istifadə edərək bir neçə nümunəyə baxaq. A bəndi bərabəryanlı üçbucağın xassələrindən istifadə edərək məchulu tapın. Şəkildə göründüyü kimi DY və YF tərəflərinin uzunluqları bərabərdir. Onda yaza bilərik ki, DY tərəfi konqruentdir YF tərəfinə. Və üçbucaqda konqruent olan tərəflər yan tərəflər və bu tərəflərə bərabər olmayan üçüncü tərəf isə oturacaq adlanırdı. Deməli, DF oturacaqdır və bərabəryanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabər olduğu üçün yazarıq ki, 4A bərabərdir 2A üstəgəl 16-ya. Buradan 4-ə çıx 2A, yəni 2A bərabər olacaq 16-ya. Bərabərliyin hər iki tərəfini 2-yə bölsək, A bərabər olacaq 8-ə. Deməli, biz burada bərabəryanlı üçbucaq xassələrindən istifadə edərək məchulun 8 olduğunu tapdıq. Keçək B bəndinə. CD parçası ABC üçbucağının medianıdır. ASD üçbucağının perimetri 30 cm, CD medianı isə 12 cm olarsa, ABC üçbucağının perimetri neçə santimetrdir? Uşaqlar, gəlin əvvəlcə verilmiş üçbucağa nəzər yetirək. Şərtdə bizə verilir ki, CD mediandır. Biz həmçinin şəkildən görürük ki, CD medianı həm də tənböləndir. Çünki ASD bucağı ilə DSB bucağı bir-birinə bərabərdir. Həmçinin CD medianı AB tərəfinə perpendikulardır, yəni hündürlükdür. Onda həmçinin öyrənmişdik ki, bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş median həm tənbölən, həm də hündürlükdür. Yəni bu üçbucaq bərabəryanlı üçbucaqdır. Və AB tərəfi oturacaq, AC və CB tərəfləri isə yan tərəflərdir. Gəlin yan tərəflərin hər birini X ilə işarə edək. Yazacağım X, X. Median AB tərəfini 2 bərabər hissəyə böldüyü üçün AD və DB parçaların hər birini Y ilə işarə edirəm və şərtdə verilmişdir ki, CD medianı 12 cm-dir. Burada yazıram 12 cm. ASD üçbucağının perimetri 30 cm-dir. Onda yaza bilərik ki, AC üstəgəl CD üstəgəl AD bərabərdir 30-a. AC-ni X ilə işarə etdik, üstəgəl CD şərtdə verilmişdi 12 cm, üstəgəl AD-ni də bir Y ilə işarə etmişdik, bərabərdir 30-a. Buradan X üstəgəl Y bərabər olacaq 18-ə. Bizdən isə şərtdən ABC üçbucağının perimetrini soruşurdu. ABC üçbucağının perimetri isə bərabər olar AC üstəgəl CB üstəgəl AB bərabərdir. AC-ni bir X ilə işarə etdik, üstəgəl CB X idi, üstəgəl AB tərəfi isə Y üstəgəl Y, yəni 2Y olar. Bu da bərabərdir, gəlin sadələşdirək. 2x üstəgəl 2y bərabərdir. Ortaq vurğu mötərizə xaricinə çıxartsaq, 2 vurulsun mötərizə daxilində x üstəgəl y olar. Bu da bərabər olacaq. 2 vurulsun. Yuxarıda tapdıq ki, x üstəgəl y 18-ə bərabərdir. Gətirək burada yerinə qoyaq. 18. 2 vur 18 olacaq 36. Deməli, P üçbucaq ABC bərabər olacaq 36 santimetrə. Üçbucaqların konqruentliyinin üçüncü əlaməti. Üçbucaqların konqruentliyinin tərəf qısa şəkildə T yaxud üçüncü əlaməti.
Bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın üç tərəfinə konqruent olarsa, onda deyə bilərik ki, bu üçbucaqlar konqruentdir. Məsələn, 2 verilmiş ABC üçbucağı və KNM üçbucağına nəzər yetirək. Əgər AB tərəfi KN tərəfinə konqruentdirsə, BC tərəfi NM tərəfinə konqruentdirsə və AC tərəfi KM tərəfinə konqruentdirsə, deyə bilərik ki, üçbucaq ABC konqruentdir üçbucaq KNM-ə. Gəlin, dediyimiz bu fikri əsaslandıraq. Deməli, şərtdə bizə verilir, AB tərəfi KN tərəfinə konqruentdir, AC tərəfi də KM tərəfinə konqruentdir, həmçinin BC tərəfi NM tərəfinə konqruentdir. ABC və KNM üçbucaqlarını elə yerləşdirək ki, AB parçası KN parçası ilə üst-üstə, C və M nöqtələri isə müxtəlif tərəflərə düşsün. Alınan üçbucaq ACM və üçbucaq BCM bərabər yanlı üçbucaqlar olacaq. Onda buna əsasən deyə bilərik ki, AC tərəfi KM tərəfinə konqruentdir, BC tərəfi də NM tərəfinə konqruent olacaq. Bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar bərabər olduğuna görə deyə bilərik ki, bucaq ACM konqruentdir bucaq KMC-yə və bucaq MCB konqruentdir bucaq CMN-ə. Və buradan bucaq ACB konqruentdir bucaq KMN-ə. Çünki bucaq ACB bucaq ACM ilə bucaq MCB-nin cəminə və bucaq KMN isə bucaq KMC ilə bucaq CMN-nin cəminə bərabərdir. AC tərəfi KM tərəfinə, CB tərəfi isə MN tərəfinə konqruent olduğu üçün TBT, yəni tərəf, bucaq tərəf əlamətinə görə deyə bilərik ki, üçbucaq ACB konqruentdir üçbucaq KMN-ə. Üçbucaqların konqruentliyi ilə bağlı daha bir nümunəyə baxaq. Şəkildəki üçbucaqların konqruentliyini hansı əlamətə görə əsaslandırmaq olar? Hərflə işarə edilmiş bucaqların ölçüsünü tapın. Şəkildən göründüyü kimi birinci üçbucağın ST tərəfi ikinci üçbucağın DY tərəfinə konqruentdir. Gəlin yazaq. ST konqruentdir DY-yə. Həmçinin TV tərəfi YF tərəfinə konqruentdir. Yazaq. TV konqruentdir YF-ə. Göründüyü kimi SV tərəfi də DF tərəfinə konqruentdir. Yazaq. SV konqruentdir DF-ə. Göründüyü kimi bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın üç tərəfinə konqruentdir. Deməli, biz üçbucaqların konqruentliyinin üçüncü əlamətinə görə deyə bilərik ki, bu üçbucaqlar konqruentdirlər. Yəni, yazarıq ki, üçbucaq ST V konqruentdir üçbucaq DYF-ə. Deməli, biz burada qeyd etdik ki, bu iki üçbucaq üçbucaqların konqruentliyinin üçüncü əlamətinə əsasən konqruentdirlər. İndi isə gəlin digər suala, yəni hərflə işarə edilmiş bucaqların ölçüsünü tapaq. İndi isə gəlin digər suala cavab verək, yəni hərflə işarə edilmiş bucaqların ölçüsünü tapaq. Deməli, biz artıq öyrəndik ki, konqruent olan üçbucaqlarda konqruent tərəflərin qarşısına duran bucaqlarda konqruent olmalıdır. Yəni, bucaq T konqruent olmalıdır bucaq Y-yə. Yazarıq. X üstəgəl 50 bərabərdir 2x çıxılsın 20. Buradan 2x çıxılsın x bərabərdir 50 dərəcə üstəgəl 20 dərəcə. X bərabərdir 70 dərəcə. Tapdığımız x-i gətirək bucaqda yerinə qoyaq. Yəni, bucaq T bərabərdir 70 dərəcə üstəgəl 50 dərəcə. Bərabərdir 120 dərəcə. Həmçinin bucaq Y bərabərdir 2 vurulsun 70 dərəcə, çıxılsın 20 dərəcə. Burada da 2 vur 70, 140, 140 çıx 20 olacaq 120 dərəcə. Göründüyü kimi, konqruent olan bucaqlarında həqiqətən də dərəcə ölçüləri də bərabər oldu. Yəni, hərflə işarə edilmiş bucaqların ölçüsü 120 dərəcəyə bərabərdir. Video fasilə verərək verilmiş tapşırığı həll edin.
Gəlin bu tapşırığı birlikdə əldə edək. Usta evin dam örtüyü ilə fasadını laminat materialı ilə örtmək istədi. AD parçası ABC üçbucağının tən bölənlidir. Verilən ölçülərə əsasən neçə kvadrat metr laminat istifadə olunur? Deməli, şərtdə bizə verilir ki, AD parçası ABC üçbucağının tən bölənlidir. Onda deməli, bu parça A bucağını 2 bərabər bucaq ayırır. Yəni, yaza bilərəm ki, bucaq B, AD konkurentdir bucaq C, AD. Və həmçinin görünür ki, AD tərəfi ABD və ACD üçbucaqlarının ortaq tərəfləridir. Onda buradan da yaza bilərəm ki, AD konkurentdir AD-yə. İndi isə gəlin AD parçası ilə BC tərəfinin münasibətinə baxaq. Şəkildən göründüyü kimi AD parçası BC tərəfinə perpendikulyardır, yəni 90 dərəcəli bucaq əmələ gətirir. Onda biz AD B bucağının bu bucağa qonşu olduğunu görürük və deyə bilərik ki, bu bucaq, yəni ADB bucağı 180 çıxılsın 90, yəni 90 dərəcəyə bərabər olur. ADB və ADC bucaqları hər ikisi 90 dərəcəyə bərabər oldu. Yaza bilərəm ki, bucaq ADB konkurentdir bucaq ADC-yə. Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, ABD və ACD üçbucaqları üçbucağın konkurentliyinin ikinci əlamətinə, yəni bucaq, tərəf, bucaq əlamətinə əsasən konkurentdir. Yazarıq ki, üçbucaq ABD konkurentdir üçbucaq ACD-yə. İndi isə gəlin, verilən ölçülərə əsasən neçə kvadrat metr laminat istifadə olunduğunu tapaq. Şərtə əsasən deyə bilərik ki, fasad ABC üçbucağı şəklindədir və bu ABC üçbucağı iki konkurent ABD və ACD düzbucaqlı üçbucaqlarından ibarətdir. Ümumi sahəni tapmaq üçün bu düzbucaqlı üçbucaqlardan birinin sayısını tapmaq kifayətdir. Gəlin tapaq. Yazacağım. S üçbucaq ACD bərabərdir. Biz bilirik ki, düzbucaqlı üçbucağın sayısı kadetlərin hasilinin yarısına bərabərdir. Yəni 2-də 1 vurulsun AD vurulsun DC-yə. Yazacağım, bərabərdir. 2-də 1 vurulsun. AD parçasının uzunluğu 6 çıxılsın 3,5, yəni 2,5 vurulsun. DC parçasının uzunluğu isə göründüyü kimi 4 metrə bərabərdir. Yazacağım 4. 2,5 vur 4 olacaq 10, 10 bölü 2 olacaq 5. Deməli, üçbucaq ACD-nin sayısı 5 kvadrat metrə bərabərdir. ABD üçbucağı bu üçbucağa konkurent olduğu üçün deyə bilərik ki, S üçbucaq ABD-də 5 kvadrat metrə bərabər olacaq. İndi isə gəlin, üçbucaq ABC-nin sayısını tapaq. Yazacaq S üçbucaq ABC bərabərdir. Qeyd etdik ki, ABC üçbucağın sayısı ABD və ACD üçbucaqlarının sayıları cəminə bərabərdir. Yazacağım S üçbucaq ABD üstəgəl S üçbucaq ACD-yə. Bu da bərabərdir. 5 üstəgəl 5 bərabərdir 10 kvadrat metr. Deməli, ABC üçbucağının sayısı 10 kvadrat metrə bərabərdir. Və bu fasadın sahəsidir. Və biz bu fasadı laminat materialı ilə örtmək istəyiriksə, deməli 10 kvadrat metr laminat istifadə olunacaq. Video fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin bu tapşırığı birlikdə həll edək. DC konkurentdir AB olduğunu üçbucaqların hansı konkurentlik əlamətinə görə əsaslandırmaq olar. Şəkildə görünür ki, burada ABC və BCD üçbucaqları verilib və bu üçbucaqlarda ABD bucağı BDC bucağına konkurentdir. Onda yazaram ki, bucaq ABD konkurentdir bucaq BDC-yə. Həmçinin göründüyü kimi BD tərəfi hər iki üçbucaq üçün ortaq olan tərəfdir. Onda yazacağım ki, BD
konqurentdir BD-yə. Uşaqlar, siz həmçinin görürsünüz ki, ADB bucağı da DBC bucağına konqurentdir. Gəlin yazaq. Bucaq ADB konqurentdir bucaq DBC-yə. Biz üçbucaqların konqurенtliyinin bucaq, tərəf, bucaq əlamətinə əsasən deyə bilərik ki, bu iki üçbucaq bir-birinə konqurentdir. Yəni, üçbucaq A, B, D konqurentdir. Üçbucaq C, D, B-yə. Və bu üçbucaqların konqurentliyinə əsasən də deyə bilərik ki, DC tərəfi konqurent olacaq AB tərəfinə. Yəni, yazarıq ki, DC konqurentdir AB-yə, o da bərabərdir 200 santimetrə. Keçək ikinci suala. DB bölünsün DC bərabərdir 1,5 bölünsün 1 və DB-nin BC-yə nisbəti bərabərdir 2-nin 1-ə nisbətlərində olarsa, DBC üçbucağının perimetri nə qədərdir? Gəlin əvvəlcə birinci nisbəti yazaq. DB bölünsün DC bərabərdir 1,5 bölünsün 1. DB bizə məlum deyil, bölünsün. DC-ni artıq yuxarıda biz 200 cm olduğunu qeyd etmişdik. 200 bərabərdir 1,5 bölünsün 1. Tənasübü həll edək. Biz artıq bilirik ki, tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, DB vurulsun 1 bərabərdir 200 vurulsun 1,5. Buradan DB bərabərdir 200 vurulur 1,5 bölünsün 1, yəni 300 santimetrə. İndi isə gəlin bu tapdığımızı ikinci tənasübdə yerinə qoyaq. DB-nin 300 cm olduğunu tapdıq, yazacağım. 300 bölünsün BC bərabərdir 2 bölünsün 1. Yenə də tənasübün əsas xassəsindən istifadə edəcəm, yazacağım. BC vurulsun 2 bərabərdir 300 vurulsun 1. Buradan BC bərabərdir 300-ü 1-ə vurub 2-yə bölsək, alarıq ki 150 santimetr. İndi isə gəlin sualımıza qaydaq. Bizdən DBC üçbucağının perimetrini soruşurdu. Onda yazarıq ki, perimetr üçbucaq DBC bərabərdir DB tərəfi üstəgəl BC tərəfi üstəgəl DC tərəfi bərabərdir. DB tərəfinin uzunluğunu 300 cm tapdıq, yazarıq. 300 üstəgəl BC tapdıq 150 cm, üstəgəl DC isə 200 cm idi. Bu da bərabər olacaq 300 üstəgəl 150, 450, üstəgəl 200, 650 cm. Yəni, DBC üçbucağının perimetri 650 cm-ə bərabər olacaq. Əziz şagirdlər, bugün biz sizinlə üçbucaqların konqurentlik əlamətlərini, bərabər yanlı üçbucağın xassələrini öyrəndik və bir sıra tapşırıqlar həll etdik. Bir sonraki dərsdə görüşərik. Sağ olun.